Zərfliklərlə də xəbər arasında yanaşma əlaqəsi olur. Məsələn, zərfliyə misal yazaq, tutaq ki, yazım ki, tez gəl. Baxın, deyə bilərsiniz ki, heç bir qrammatik şəkilçisi yoxdur. Deməli, burada hansı əlaqə var? Yanaşma. Görürsünüz, heç bir qrammatik şəkilçisi yoxdur. Və yaxud da cümlə üzvü kimi soruşsa, nə et gəl, necə, nə cür, nə tərzdə gəl, tez gəl. Cümlə üzvü kimi. Zərfliklə xəbər arasında yanaşma. Başqa zərfliyin 6 məna növü var. Bircə yer zərfliyi istisnatda zaman zərfi ilə ola bilər. Məsələn, axşam gəl. Baxın, nə et gəl, nə vaxt gəl? Axşam. Zaman zərfliyidir. Siz deyə bilərsiniz ki, şəkilçisi yoxdur, yanaşmadır, qrammatik şəkilçisi yoxdur. Və yaxud da zaman zərfliyi ilə xəbər arasında yanaşma. Yenə də qeyd edirəm, bircə yer zərfliyi istisnadır. Çünki yer zərfliyi, məsələn, bax, deyirəm ki, evdə otur. Daha da hansı halda? Yerlik hal. Hal şəkilçisi nəyin göstəricisi idi? İdarənin, doğrudur. Demək, burada idarə var. Cümlə üzvü kimi nə et? Otur, harada? Evdə. Cümlə üzvü kimi zərflikdir. Amma hal şəkilçisi var axı. Hal şəkilçisi idarənin göstəricisidir. Ona görə yer zərfliyi deyirik istisnadır. Belə, dedik ki, yer zərfliyi istisnatda başqa zərfliklər arasında yanaşma olur. Nədən bir şey deyim? Ola bilər belə tipdə söz düşər. Soyuqdan, titrəyirdi. Titrəyirdi. Mənə deyir ki, soyuqdan sözü hansı əlaqədir? Soyuqdan titrəyirdi, nə səbəbə titrəyirdi, nə üçün titrəyirdi? Zərflikdir. Zərflik də olsa, mən bunu idarə götürəcəm. Səbəb, dan şəkilçisi var, hal şəkilçisi idarənin göstəricisidir. Yəni, hal şəkilçisi harada gördümsə, orada idarə götürəcəm. Belə.